Tərlan Həsənov Qazaxda incəsənətə bağlı ailədə dünyaya gəlib. Onun atası aktyor, anası isə aktrisa olub. Əslində bu məqam Tərlan Həsənova da təsir etmişdi. O bir müddət Rəşid Behbudov adına mahnı teatrında bədii hissənin rəhbəri kimi də çalışıb. Lakin Tərlan müəllimin əsas fəaliyyəti bura ilə bağlı olmayıb. O teatrda işlədiyi dövrdə də idmana bağlı idi. Tərlan müəllim ilk dəfə idmana 14 yaşında başlayıb. Sərbəst güləş məşqlərinə yazılmış Tərlan Həsənovun ilk müəllimi Rəşid Məmmədbəyov idi. Rəşid Məmmədbəyov 1952-ci il Helsinki Yay Olimpiya oyunlarında gümüş medal qazanmaqla bu mötəbər tədbirlərdə mükafatçılar sırasına düşmüş ilk Azərbaycanlı olub. Əslində Tərlan Həsənova ailəsi idmanla məşğul olmağa icazə vermirdi. Çünki onun ciyərlərində xəstəlik var idi. Lakin Tərlan müəllim idmana ailəsindən gizli yazılmışdı. Bakı çempionu adını qazandıqdan sonra ailəsi onun güləşlə məşğul olduğundan xəbər tutmuşdu. Atası Tərlan Həsənova "Axı sənə səhhətinlə bağlı idman olmaz" sözlərini deyəndən sonra o söyləyib ki, bəs necə olur ki, xəstə bir uşaq öz çəkisində bütün rəqiblərinə qalib gələrək Bakı çempionu olur. Həmin cümlə Tərlan müəllimin atasına təsir göstərmiş və idman fəaliyyətinə davam etməsinə icazə verməsi ilə nəticələnib. Tərlan Həsənov daha sonra sambo və judoya yönəlmək qərarına gəlib. Onun daha aktiv fəaliyyəti isə judo ilə əlaqəli olub. Tərlan Həsənov bir çox məşhur idmançılara məşqçilik edib. Olimpiya oyunlarında qızıl medal qazanmış ilk Azərbaycanlı olan judoçu Nazim Hüseynov da Tərlan müəllimin tələbəsi olub. Digər olimpiya çempionlarımız Elnur Məmmədli və Hidayət Heydərova da məhz əməkdar məşqçi judonun sirlərini öyrədib. Tərlan Həsənov judo sahəsində gördüyü işlərə görə bu idman növünün yarandığı ölkənin, Yaponiyanın gümüş şüalı Gündoğar ordeni ilə təltif olunub.